Salam. Bugün bədii üsluba daxil olan bədii ifadə vasitələri haqqında sizə məlumat verəcəm. Bundan əvvəlki dərsimizdə mən sizə bədii təsvir vasitələri haqqında məlumat vermişdim. Qeyd eləmişdim ki, bədii təsvir vasitələrinə məcazlar da deyilir, çünki onların tərkibində məcazilik dayanır. Onlar söz və ifadə formasında olurlar, amma bədii ifadə vasitələri cümlə formasında olacaq. Bunların tərkibində məcaziliyin olması şərt deyil. Adi bir nümunə göstərim sizə. Deyirəm ki, gedirəm mən evə. Bu, bədii ifadə vasitəsinin daxil olan inversiya haqqındadır. Gördüyünüz kimi məcazilikdə yoxdur. Və mən burada xəbəri əvvələ gətirməklə, xəbərin yerini dəyişməklə inversiya yaratmış oluram. Və yaxud da ki, Koroğlu bir oturuma 7 batman düyü yeyirdi. Burada onun qüvvəsini, gücünü göstərmək üçün mübaliğədən, şirtmədən istifadə etmişəm. Gördüyünüz kimi, burada elə də məcazilik yoxdur. Bədii ifadə vasitələri haqqında məlumat verim. Bunun 7 növü var. Bədii sualdır, bədii təzaddır, təkrirdir, kinayədir, litota, inversiya və mübaliğədir. Mötərizənin içərisindəkilər isə bunların ikinci adlarıdır. Onlar da bilsəz yaxşı olar. Bədii sual və yaxud ritorik sual qrammatik sualdan fərqlənir. Qrammatik sual cavab tələb edən sualdır. Əgər yenə bir sual verirsə, siz onun cavabını verməlisiniz. Məsələn, deyir ki, salam, necəsən? Desən, hə, yaxşıyam filan, onun cavabını verirsən. Amma bədii sualdasa belə bir şərt yoxdur. Sadəcə olaraq bədilik yaratmaq üçün sual verilir. Füzulinin Məni canın usandırdı qəzəlindən bir nümunəyə baxaq. Məni canın usandırdı, cəfədən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Baxın, burada onun ahından bir fələklər yanıb. Elə bir ah çəkib ki, fələkləri yandırıb. Və yaxud Səməd Vurğun Azərbaycan şeirini deyir ki, Azərbaycana ayrılar mı könül canan, Azərbaycan, Azərbaycan. İndi Azərbaycan durub buna cavab verə bilməz axı. Və yaxud Süleyman Rüstəm deyir ki, Təbrizim şeirində can necə yaşasın, bədəndən ayrı. Aha, burada da Təbriz durub buna cavab verən deyir ki, sadəcə olaraq bədilik yaratmaq üçün bu sual verilmişdir. Bəxtiyar Vahabzadənin Gülüstan poemasına deyilir ki, tərəflər kimidir? Hər ikisi yad, artıq cavab verildi. Deməli bu, bədii sual deyilmiş, ritorik sual deyilmiş. Əgər cavabı varsa, bədii sual deməyəcəyik. Qaydalarına fikir verin, qaydalar formasına düşür və özünüz müəyyənləşdirirsiniz. Bədii təzadsa daha çox əks zid mənalı sözlərdir. Antonimlərdən də təşkil oluna bilər, amma şərt deyil. Nəyə görə? Baxın, vəfa və bivəfa. Bir-birinə əks zid mənalı sözlərdir. Kökləri eyni olduğuna görə antonim sözlərdən yaranıblar deyə bilmərəm. Amma baxın, burada deyir ki, acı sözlər dadı canımdan usandırdı məni. Acı və dadlı antonimdir. Buna rahat şəkildə deyə bilərəm ki, antonim sözlərdən yaranıb. Yəni şərt deyil ki, antonim sözlər olsun. Və yaxud da ki, burada iki dənə vəziyyətə qarşılaşdırıla bilər. Söyüddən bağ saldım, peyvəst eylədim, almasın, heyvasın narın görmədim. Yəni deyir ki, əziyyət çəkmişəm, amma həmin o əziyyətin barını görməmişim, yeməmişim. İki dənə vəziyyət burada qarşılaşdırıldı. Sonra, təkrir var ki, təkrirdən inanmıram sizə sual gəlsin, amma izahını verəcəm. Təkrir deməli, məqsədi şəkildə təkrar olunan sözlərdə iki yerə bölünür. Anafora və epifora. Anafora əvvəldə gəlir, təkrarlanır. Epifora isə sonda gəlir, təkrarlanma baş verir ki, bu da təkrir adlanır. Yəni elə də çətin bir şeylər deyil bunlar. Mübaliğə haqqında məlumat verim. Mübaliğə deməli şişirtmək deməkdir. Bir şeyi olduğundan artıq qabartmaq mənasındadır. Baxın, deyir ki burada, fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Məni canın usandırdı, cəfədən yar usanmazmı? Bunu bayaqlar izah elədim mən. Deməli, ahımdan deyir, yəni ahından fələklər yanıb. Və yaxud deyir ki, kühükən künd eyləmiş min tişəni bir dağ ilən, mən qoparıb atmışam min dağa bir dırnaq ilən. O boyda dağı bir dənə dırnaqla qopardıb atıb, şişirtdi, ağartdı. Qoşun dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi deyir. Burada da həmin o qoşunu çəyirtkə sürüsünə bənzədir. Beni çoxaldıb, mənasını şişirdib, ağardıb mənasında. Beli üzükdən keçən incələr Qarabağda. Belin incəliyini göstərmək üçün onu üzükdən keçən adlandırıb. Yəni getdikcə onun mənasını ağardıb, şişirdib. Bunun ikinci adı hiperbola adlanır. Gördüyünüz kimi bəhs edir, rahat bir dərslərdir.
Litota haqqında da məlumat verim. Litota isə mübaliğənin əksidir. Mübaliğə şişirtməkdir, ağartmaqdır. Litota isə kiçiltməkdir, əhəmiyyətsizləşdirməkdir. Baxın, deyir ki, Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. O boyda ordunu, qoşunu sərçə adlandırdı. Gördünüz, əhəmiyyətsizləşdirdi. Nəyisə nəyəsə bənzətmədi. Sadəcə olaraq əhəmiyyətsizləşdirmədən istifadə etmiş oldu. Həmçinin fikir versəz görərsiniz ki, təşbehdə olan bənzəyən, bənzədilən yoxdur burada. Və yaxud bənzətmə qoşması falan yoxdur burada daha çox. Bənzətmə əlaməti daha doğrusu yoxdur burada. Sadəcə olaraq sərçə kimi sözünü istifadə edilib, bənzəyən yoxdur. Bir dənə burada bənzədiləndən istifadə edilib. Onsuz da oxuyanda yenə rahat şəkildə müəyyənləşdirmək olur ki, əhəmiyyətsizləşdirir də. Amma təşbehdə isə bənzətmədən daha çox istifadə edilirdi. Yəni orada bir bənzəyən olurdu, bir də bənzədilən olurdu. Burada isə bənzəyən yoxdur. Sonra həmçinin burada yazmışam təşbehdə nə üçün fərqlənir? Çünki burada əhəmiyyətsizləşdirmək, dəyərsizləşdirmək var. Sonra inversiya haqqında məlumat verim. Deməli, inversiya nədir? Xəbərin yerinin dəyişdirilməsidir. Çox bəsit bir şeydir bu. Dəyişdi dünyanın əski sahəsi, dəyişdi dünyanın əvvəlki hissəsi. Dünyanın əski sahəsi dəyişdi deməli idi. Dünyanın əvvəlki hissəsi dəyişdi deməli idi. Amma neynədir? Xəbəri gətirdi əvvələ. Ona görə deməli, bu formada biz inversiya yaratmış oluruq. Həmçinin burada deməli, dəyişdi sözlərin təkrarlanması təkrirə də nümunədir. Onun anafora növünə. Sonra kinayə var ki, kinayənin də qaydasına fikir verin. Deyir ki, bir fikrin birbaşa mənada yox, dolay yolu ifadəsi kinayə adlanır. Ədəbiyyatşünaslıqda buna ironiya da deyəcəklər. Məsələn, deyir ki, savadsız adamın alim kimi qələmə vermək, qorxaq insanı qəhrəman, igid adlandırmaq kinayəyə nümunədir. Yəni bir növ fikir müsbət formada deyilir, amma onun mətnaltı bir mənası var. Yəni başqa bir fikir sizə çatdırmaq istəyir. Bu da oldu deməli kinayəmiz. Ellipsis haqqında sizə məlumat vermişdim. Nəsə bir qaranlıq bir məsələ qalsa, anlamadığınız bir yer olsa, qrupda yazıb mənə sual verə bilərsiniz. Sağ olun.